sana her şey halaldır. Sen əziyyətin böyüyün, istediğin yere gelir. Gel. Necə gedir işler? Baxaq görək. Böyle işleri. Necə gedir? Salar salam. Necəsiz? Ne var ne yok? Konuşsunuz da pencereleri xeyirli olsun. Ay tamam. Burada bir otağımız olacak. Burası aldı. Burada bir otağı. Orada bəsbətbəxi ardı eləmişsiniz. Alttan alçıpan burası. Ayrıca kombi böyle. Gelin. İndi ne lazımdı sana? Bizimki lazımdı. Burada olsun. Sonra 2 yatak otağı olsun da. Bir de sanuzel sağ taraf. Problemi var orada kapı meselesi. Niye problem? O girişi şöyle buradan koysunlar, buna bağlasınlar. Buradan keserdiler. Aha. Şuan eləyək buna. Aha. Bunlar ikisi qalsın yatak olsun. Müstəqil. Hə. Bir de değil. Buyur ya. Buna da eləmiyorlar. Yatak odağı da eləmiyorlar. Ben de sen girdin içeriye. Bakın Hamzalın. Bu ikisinin yatak otağı öyle. Şu təşriflərdən məsləhətləşməsə qərar verə Yok, tabii o zaman özü bilər. Yani biz təklifimizi dedik ya. Özü müəllimdə ayrı olsun. Oradan nereye götürürüz? Burada qonaq gəlib verir. 40-30 saat hem televizora baxır, hem çayını içir. Düzdəki otağı görür. Orada olacaq. Baxır divar var. Orada bu yere baxan divar var. O yekə otağın tuvaletin arka divarı var. O değil. Oradaki kapı açılır. Məhkəmə girəndən sonra gelir. Ha, uzaldan girəcəksən bir yatak otağı. Ona göre burada məhkəmə yol aşağı, kapı aşağı. Buraya bağlananlar, tərəf bağlanan. Buradan bu otağa gidiyor. Məhkəmdən də sən sizə indi bu istilik məsələsinin həll olunur. Neydi yani? Ölüyək, Birdən tikmirlər, yavaş yavaş. Yavaş İnşallah buranın plaşatıqa plaşan qarışır. Müəllimə ilə